Sən dürüst adam ol ki, sən hələ təzdən namaz səni apara bilsin arasa. Dürüst adam oldun ha sən, yolunda başlanır hələ. Yolunda başlanır. Din deyirsən, göylərdə pərvaz eləmək üçün yaranmışsan. Mələklər aləmində mələklərlə birgə pərvaz eləyəsən. Dünyada cismin ola ya. Cismin hələ dünyada olarkən. Sən heç bir canlının dərk eləmədiyi uca məqamlara çatmaq üçündür. Din bunun üçün deyil, səni 5-10 dənə günahdan çəkindirsin. Mən həmişə demişəm, bunu alimlər də deyiblər bu misal deyib, təyyarənin kölgəsində adam daldalana, diyana deyə ki, nə yaxşı təyyarə var ki, kölgəsində adam günəşdən qoruna bilir. Təyyarə bunun üçün deyil, onun günəşdən qorusun səni. Təyyarə səni göyə qaldırmaq üçündür. Din də bunun üçün deyil, səni 5-10 günahdan saxlasın. O müqəddimədir, ilk addımdır, onun üzərində mənəvi pərvaz dayanır, uca məqamlara gedib çatmaq, uca aləmləri fəth eləmək dayanır. Din deyir ki, sən yalan danışma, qeybət eləmə, zina eləmə, cəmaatı allatma, haqq tapdalama, ürək sındırma ki, sən hələ oturaq danışa bilək sənlə. Ki, görək nələr var hələ. Hələ söhbət onda başlayır. Hələ İslam deyir, kəfa bil mavti vaiza. Deyir ki, moizə istəyən üçün moizə bilirsiniz də nədir moizə? Deyirlər ki, otur bizi moizə elə. Hələ İslam deyir ki, moizə eləmək üçün birini minbərə çıxartmaq lazım deyil. Ölüm bəsdir, ölüm bəsdir. Ölüm kifayət eləyir. Ölüm haqda insan düşünsə adam olar. Adam olandan sonra yol başlayır hələ. Adam olmaq məqsəddir. Adam ol ki, yolun başlasın. Daha yuxarı gedəsən. Daha uca yerə gedəsən. Bəs bunu niyə başa düşmürük biz? Burada oturanlar hamı bilir ölüm var, amma yalan danışır. Amma paxıllıq eləyir. Amma qeybət eləyir. Amma və sair işləri görür. Çünki başa düşmür. Deyirik, əvvəl adam gərək başa düşsün, savad verək ona, sonra axı başa düşmür. Heç qulaq asmır. Qulaq asanda da başa düşmür. Qayıdıram əvvələ, təzdən əvvələ qayıdıram. Adam başa düşmək üçün neynəməlidir? Neynəyək ki, başa düşək? Öyrədək, təlim edək, başa düşmür. Neynəyək, necə eləyək? Sual budur. Əvvəl elm, düşüncə, sonra əməl, yoxsa az başa düşdüsə, buradadır, söhbətimin məğzi buradır. Az başa düşdüsə, az. Deyəsən ki, az bildin, get dərhal əməl elə. Get dərhal əməl elə. Onda deyəcəklər ki, sən deyirsən ki, başa düşmədən əməl eləsin, deməli, sən fanatizmə cəmaatı dəvət edirsən. Xeyr, mən başqa şey deyirəm. Fanatizm nədir? Deyir, düşünmə, ged əməl elə. Bu fanatizmdir. Elə? Amma bir də var ki, deyirsən ki, əməl elə ki, başa düşəsən. Bax, bu incə məsələdir.